Mənim üçün Azərbaycan həkimləri qarşısında çıxış etmək böyük şərəfdir. Biz Helixor Viskum album barəsində danışacağıq və insan papiloma virusu, HPV infeksiyası zamanında onun istifadəsinin elmi əsasları və bəzi xəstələri biz müqayisə edəcəyik. Bilirsiniz ki, Rudolf Steiner və onun həmkarları 1970-ci ildə ilk dəfə bunun istifadə edilməsini təklif etmişlər və bilirsiniz ki, onun düzgün istifadəsi gözləl nəticələrə gətirə bilər. Bu mənim barəmdə məlumatdır. Mən özüm pediatr və gematoloqam və paliativ və integrativ təbabət sayəsində ixtisaslaşıram. Mən özüm artrosofik təbabətin və qomeopatiyanın kurslarını, belə təlimini keçmişəm. 28 il təcrübəyə malikəm. Mistletoe-dan, Viskum albumdan, Helixor'dan və özüm integrativ təbabət sayəsində konsorsiumdan əməkdaşlıq edirəm. 30 məqaləm var. Əsasən Portugal dilindədir, bəziləri İngilis dilindədir. Onların 5-i Viskum albuma həsr olunubdur və 5 kitabın müəllifiyəm. Məni Helixor dəvət eləmişdir. Və bu məlumatın dəqiqliyinə heç bir təsir etmir. Viskum albumuna bağlı mənim ilk məqaləmdir. Mən o vaxtı rezident idim və onu hazırlamışdım və 10 il sonra bu dərc edilmişdir. Ən son məqaləm də budur. Keçən il dərc edilmişdir və bugünkü mövzumuza həsr olunmuş bir məqalədir. Bizim əsas bugünkü planımız HPV ilə bağlı çətinliklərdir. Helixor'un istifadəsinin elmi əsasları, HPV infeksiya zamanı və Viskum albumun HPV xəstəliyi zamanı istifadə olmasına dair əvvəlki tədqiqatlar və bəzi xəstələr də təqdim olunacaqdır. Və biz Viskum albumun sitotoksik və immunomodulyar dozaları barəsində danışacağıq və nəhayət suallar və şərhlər üçün də yəqin ki, vaxtımız olacaqdır. HPV-ilə bağlı əsas məsələ ondan ibarətdir ki, əsas cinsi yolla ötürülən infeksiyaların əsas etioloji agentdir. Yəni, həyatında bir dəfə ən azı kişi və qadınların 50% bu infeksiyaya yoluxur. Bu dəridən dəriyə və selikli qişadan selikliyə qişaya belə kontakt zamanı ötürülür və HPV sırf insanlara, deməli, insanlarda infeksiya yaradır. HPV-nin yayılması reproduktiv yaşda olan, vaksinasiya olmamış qadınların 4,5-18% arasında belə yayılır. Ən yüksək yoluxma dərəcəsi gənc qadınlardadır və servikal anomaliyalar olan qadınlardadır. Ən yüksək risk törədən genotip HPV-16-dır. Kişilər arasında isə yayılma dərəcəsi 9,6-dan 21,4% qədərdir. Amma Qafqaz regionunda olan kişilər arasındakı bunun yayılma dərəcəsi barəsində məlumatımız yoxdur. HPV infeksiyasının klinikası budur, morfologiyası budur və əsas infeksiyalar
onlar insan bədənin immun sistemi vasitəsilə deməli müalicə olunur. 85% hallarda onlar ya keçici və ya subklinik formada bu infeksiyalar keçir. Çətinlik ondan ibarətdir ki, immun reaksiyanın əmələ gəlməsi üçün bir neçə ay vaxt lazımdır. Amma özü xərçəngə səbəb olunur və virus genomu və yoluxmaya məruz qalmış hüceyrələr, onlar modifikasiyaya məruz qalır. Tranzitor infeksiya daha çox davamlı infeksiya keçirə bilər və daha sonra bu da xərçəngə səbəb ola bilər. Karçinogenez o HPV həyat siklinin nəticələrindən asılı deyil, amma xroniki infeksiyanın inkişaf etməsi zamanı bu baş verir. Əsas məqamlardan biri odur ki, immun sistem burada insan bədənin immun sistemi əsas rol oynayır bu gedişatda. Matthias Gerke'nin 2016-cı ildə nəşr etdiyi daxili xəstəliklər kitabında göstərilib ki, kəskin xəstəliklər öz funksiyasını yerinə yetirə bilmirsə, onda o deməli bədəninə mənfi təsir göstərir və bu HPV infeksiyası xronik infeksiyaya çevrilir. HPV-nin aradan qaldırılması ona görə vacibdir ki, davamlı, uzun müddətli, böyle deyək, rezistent HPV infeksiyası 99% haldan çox uşaqlıq boynu xərçənginə səbəb olur. Dünyada qadınlar arasında xərçəng xəstəliklərinin yayılmasının cədvəlidir. Bütün dünyada uşaqlıq boynunun xərçəngi 4-cü yerdədir və təxminən 830 min xərçəng halları hesablanmışdır 2022-ci ildə. Bu da qadınlarda 86%-dan, kişilərdə isə 11%-dan çox bir rəqəmdir. Mərkəzi və Şərqi Asiyada HPV-nin yayılması və əmələ gəlməsi səbəbləri burada bu məqalədə təsvir olunur. Və məsələ ondan ibarətdir ki, məqalədə göstərildiyi kimi 75 yaşına qədər qadınların 50-sindən ən azı biri bu uşaqlıq boynu xərçənginə yoluxma riski ilə qarşılaşır. Və buna görə də burada əsas məqam HPV infeksiyasının müalicə edilməsidir. Burada xəstələnmə və ölüm səviyyəsidir. Azərbaycan burada yaşıl rəng zonaya düşür. Sarı zonaya düşür. Profilaktikası necə aparıla bilər? Effektiv strategiyalar belədir. Bariyer kontrasepsiya üsulları, kişi və qadın kondomlarından istifadə etməkdir. Siqaret çəkmədən uzaq olmalıdır. Vaksinasiyadır. Yeniyetməlik dövründə hər iki cinsdə HPV vaksinasiyası uşaqlıq boynu xərçəngi halların 95%-nə qədər qarşısını ala bilər. Yəni, vaksinasiya çox vacibdir. Vaksinlər bunlardır. 3 növ vaksinlər var. Monovalent HPV vaksindir. Ən effektivi budur. Başqa ikisi də budur. Kvadrivalent və bivalentdir. Və onların cədvəlidir. Əfsuslar olsun ki, vaksinasiya səviyyəsi
hədəf səviyyəsindən çox aşağıdır, xüsusilə kişilər arasında. As with any cancer, early detection of cervical dysplasia and carcinoma Və servikal displaziya və servikal karsinomanın erkən diaqnostikası çox vacibdir. O da bilirsiniz ki, servikal sitologiya vasitəsilə, pap smear vasitəsilə oluna bilər. testing, DNT testi ilə aparıla bilər colposcopy with biopsy when necessary. və lazım olanda kolposkopiya və biopsiya vasitəsilə bunu eləmək ola bilər. İsveçdəki, Stokholmdakı Karolinska İnstitutudur. Orada ən çox HPV tədqiqatları aparılır. 2029 genotip orada müəyyən edilmişdir. Anogenital region Və onların 40-ı təxminən yalnız insanlarda anogenital regionunda infeksiya səbəb olur. Onlar iki qrupa bölünür. Yüksək riskli, yəni potensial onkogendir və aşağı riskli. Onlar associated with cancer, nadir hallarda xərçəngə səbəb olur və adətən xoş xəstəli zədələnmələrə səbəb olur, zil kimi. Onlar 6-cı və 11-ci tiplərdir. the most common and most strongly linked to cancer. Xərçəng ilə bağlı ən geniş yayılmış HPV növləri 16 və 18-dir. Vaksinasiya onların qarşısını ala bilər və onlar yüksək karsinogenliyə malikdir. Who do not spontaneously clear HPV Kimdə ki, öz-özünə HPV infeksiyası keçmir, onlara müvafiq müalicə təyin etmək lazımdır. Niyə? Çünki HPV mənşəli xərçəng riski onlarda yüksəkdir transmit the virus. və onlar virus ötürücüləri ola bilər. There is no conventional etiological treatment. Amma ənənəvi etioloji müalicə üsulu yoxdur. Indicate for Belə hallarda viskum album göstəriş ola bilərmi? we know these pharmacological effects of Elixir Helixorun demonstrated by farmakoloji initially təsirlərini biz bilirik. Çoxlu tədqiqatlar var bununla bağlı. cytotoxic effect. Əsasən sitotoksik təsirinə görə o xərçəng müalicəsində istifadə olunur, amma Important immunomodulatory onun çox mühüm immunomodulyasiya təsiri var. of natural O cümlədən cell proliferation and activity. Proliferation hüceyrələrin proliferasiya və aktivliyinin artırılmasıdır. Progenitor hüceyrələrin hemopoietik proliferasiyasını təşviq edir və iltihab sitokinlərin əmələ gəlməsini gücləndirir və nəticədə immun reaksiya infeksiyaya qarşı daha yüksək, daha güclü olur. between immunomodulatory dose İmmunomodulator doza və sitotoksik doza arasındakı fərq the difference between the effect is the dose. yəni daha düzgün təsirlər doza ilə doza ilə müəyyən olunur. Aşağı doza immunomodulator təsirini göstərir. Yüksək doza isə sitotoksik təsiri göstərir. Viscum album Bütün viskum album substances komponentləri onlar dərmanın markerləri sayılır. why use viscum album for HPV? HPV-də nədən viskum album istifadə olunmalıdır? T immune cells, Niyə? Çünki white blood cells, onlar limfositlərə təsir edir, dendritik hüceyrələrə, T limfositlərə, including CD4 cells, CD4 hüceyrələr daxil olmaqla qranulositlərə təsir edir, onları artırır. Və bundan əlavə in microcirculation, mikrosirkulyasiyanın dəyişikliklərinə səbəb olur ki, bu da immunoloji aktiv toxumaların fəaliyyətini aktivləşdirir. Humoral immunitetə də o təsir edir. TNF alfa interleykinlərə məsələn stimulyasiya edici təsir göstərir. actions of viscum album, Viskum albumunun təsirlərin xülasəsidir. three main components, Əsas burada 3 komponent var. viscotoxins and oligo and polysaccharides. Viskotoksinlər oligo və polisaxaridlərdir. Cytotoxin İmmunomodulator sitotoksinlər var. stabilization.
onlar DNT stabilizasiyasına müsbət təsir göstərir. Some previous studies Gəlin on Viscum album Viscum album HPV zamanı təsirin əvvəlki tədqiqatlarını nəzərdən keçirək. HPV itself, but Bu özü its HPV-ni aradan qaldırmır, onun nəticələrini müalicə eləyir. Məsələn, neoplaziya və xroniki iltihabı. Dr. Robert Gorter study Robert Gorter'ın epithelial tədqiqatıdır. dysplasia, Neoplaziya ilə bağlı 100 patients 100 xəstədə tədqiqat aparılmışdır. epithelial neoplasia, Servikal deməli neoplaziya var idi. were treated with subcutaneous Viscum album Dəri altı Viscum album for həftədə 2 dəfə 6 ay ərzində müalicə almışdır. 100 patients. 100 xəstə After 3 months, 3 aydan sonra 42% response rate, 42% reaksiya dərəcəsi, and at the end of study, müalicənin sonunda 6 aydan sonra 77% xəstədə defined müsbət reaksiya olmuşdur. now class 1 or 2, not more 3. 1 or 2, Papa Nikolaya fellow müayinəsi nəticəsində 77% xəstə Dr. POP1 və POP2 səviyyəsində qiymətləndirmişdir. Emanuela Portaluppi bənzər nəticələr əlmişdir. Viscum for treatment Dəri altı viskum təyin olunurdur. cervical intraepithelial neoplasia. Servikal epitelial neoplaziyaya qarşı müalicə aparılmışdır. 27 patients with CIN, Artıq təsdiqlənmiş diaqnozla 27 qadın 26 patients, cəlb edilmişdir. 17 patients, Dərəcələr üzrə birinci dərəcə 4 xəstə, ikinci dərəcə 6 və üçüncü dərəcə xəstələri 17 xəstə olmuşdur. Müalicə 7 to 5 milligram 0,7-dən 5 milliqrama qədər subcutaneous doses dəri altı həftədə 2 dəfə 16 həftə ərzində weeks. təyin edilmişdir. Papa Nicolau testing and colposcopy were performed at Papa Nikolau və kolposkopiya 8-ci, 16-cı və 20-ci həftədə aparılmışdır. outcomes were Nəticələr bu idi. 5 xəstədə due to poor compliance, onlar müalicə rejiminə riayət etmədiyinə görə müalicə dəyilmişdir. 9 xəstədə tam müalicə olmuşdur. Normal qeyri-iltihabi toxumaya qayıdış oldu. 6 nəfər xəstədə partial response, qismən nəticə əldə edilmişdir. Yenə də 6 xəstədə heç bir reaksiya olmamışdır. Bir nəfərdə isə xəstəlik ağırlaşmışdır. response subsequently underwent conizations. Və reaksiya verməmiş xəstələrdə konizasiya dərhal aparılmışdır. Mənim tədqiqatlarım 7 HPV müsbət xəstə Viscum album, Viscum album almışdır. this time not only to manage the consequences of HPV Bu halda tək nəticələr ilə deyil, go eyni zamanda viral clearance. virus yükünün azaldılması məqsədi ilə də bu tədqiqat aparılmışdır. Study was published in 2025. 25-ci ilin məqaləsidir. A medical student Beatrice and ilə Amerikadan bir həmkarla əməkdaşlıq sayəsində bu məqalə ərsəyə çıxmışdır. and then I Qısaca 7 xəstə barəsində məlumat verim. doses used in each case. After all, I will present two cases in detail. Hər halda dozalar necə təyin etmişdir və Apologize for referring the patients by numbers, but names or initials son iki xəstəni for ethical reasons. sizə təqdim edəcəm. Xəstələr nömrələrlə verilibdir. Təbii ki, adları verə bilmərik. 27 yaşında qadındır. HPV infections of Yüksək genital area, HPV infeksiyası riski var. 22 həftə ərzində inflammation in vulva, bu vəziyyət müşahidə olunur. Orada neoplaziya da vardı və xronik infeksiya. Viscum album, topical calendula, Viscum ointment, Yerli kalendula, viskum maz Tuya. və After treatment, the tuya da verilirdir.
patient one in the və take dəri altı viskum albümdə verilirdir. Bu xəstə 5 həftədən sonra tam müalicə olmuşdur. İkinci xəstə 36-year-old 36 yaşında with high-risk HPV infection yüksək riskli infeksiyadır. Serviksdə 6 aylıq belə bir vəziyyət idi. cutaneous viscum Dəri altı viskum albüm verilmişdir. Yerli kalendula viscum ointment və viskum mazı verilmişdir. became negative. Bir aydan sonra HPV müayinəsinin nəticəsi mənfi olmuşdur. Üçüncü xəstə Year-old woman 47 yaşında qadın HPV observed for 19 months. 19 aylıq How interpreted deməli yüksək səviyyəli HPV var və artıq burada xərçəng var idi. cutaneous viscum İkinci dərəcə. Yenə də dəri altı, kalendula və maz təyin edilmişdir. there was persistence of HPV. However, Müalicədən sonra visit and viral clearance was subsequently achieved. I will explain aşağı səviyyəli HPV deməli davamlılığı burada əldə edilmişdir və təkrar müalicədən sonra deməli 3 aydan sonra tam müalicə əldə edilmişdir. 35-year-old Dördüncü xəstə 35 yaşında yenə də yüksək riskli HPV-dir. Boynunda 5 il ərzində CIN2 biopsiya artıq neoplaziyyanın birinci dərəcəsini göstərildi. Eyni müalicə təyin edilmişdir. after treatment there was persistence of HPV and Tam müalicə bitəndən sonra artıq orada kanalizasiyada aparılmışdır. 5-ci xəstə 26 yaşında qadın diagnosis of high risk HPV yüksək riskli genital nahiyəsi HPV infeksiyası risk olmuşdur. topical tuya or sternal lesion. Tuya, viskum album və yerli maz təyin edilmişdir. After treatment HPV test became negative. HPV mənfi olmuşdur müalicə bitəndən sonra. 40 6-cı xəstə 40 yaşında diagnosis of high risk HPV infection. yaxın zamanlarda vulva və serviksdə yüksək səviyyəli infeksiya diaqnozu qoyulmuşdur. Kalendula, supozitori və dəri altı viskum təyin edilmişdir. Bir aydan sonra nəticə mənfi olmuşdur və 7-ci xəstə 22 yaşında qadın Diagnosis low risk HPV. aşağı riskli HPV riskidir uşaqlıq yolunda və serviksdə. Sırf yerli kalendula və viskum supozitori verilmişdir. Test became negative. Müalicədən bir aydan sonra HPV müayinəsi Medication. mənfi olmuşdur. Hansı dərmanlar istifadə edilmişdir? Vaginal ointment. Vaginal krem, Mali 10% ointment. viskum mali 10%lı mazidir. 25 qramlıq bir tübadır. Operation by Veleda AG. Valeda tərəfindən istehsal olunur və Apotek Zurich. xüsusi aptekdən o xəstələr bunu əldə edilmişdir. Vaginal Doza aplikatorla 1 milli olmuşdur. Həftədə 3 dəfə about 8 weeks. və 8 həftə ərzində Alternative. bir tübə bitilmişdir. And therefore they used vaginal Əgər krem əldə edə bilmirdilərsə xəstələr, onda supozitori istifadə olunur. O da Veleda tərəfindən hazırlanır. These were patients 6 and 7 Bu 6-cı və 7-ci xəstə idir. diagnosis of Kimdə ki bu yaxın zamanlarda belə HPV diaqnozu qoyulmuşdur. patients had some inflammation. Əlavə iltihab var idisə, vaginal supozitoriyalar istifadə olunurdu. Kalendula tərkibli 10%-dir. 3 times a week, total Həftədə 2-3 dəfə. suppositories, not obvious, and suppositories. If there were sternal verrucous lesions, patient was referred for cauterization, which is very Xarici venaların varikoz zədələnməsi var isə də, onda venaların yandırılması aparılırdır. Tuya vasitəsilə 10%-li kremdir. Gündə bir dəfə kəft ərzində. viscum album therapy. Dəri altı viskum album müalicəsi hər halda necə aparılırdır? Patient 1 received Birinci xəstədə 1
Helixor 1 milligram, 3 times weekly for həftədə 3 weeks. 3 dəfə, 11 həftə ərzində 32 ampula yəni Patient 2 was total. somewhat İkinci xəstədə so she initially received Helixor M0. Helixor M0,1 miligram alırdı. Daha sonra 1 miligrama artırılmıştır. 0.1 milligram are not available in your country. Əgər sizdə 0,1 miligram yoxdursa, 1 milligram ampoule. onda sizin xəstələr 1 miliqramlıq ampulanın yarısını istifadə edə bilər. Üçüncü xəstə çox maraqlı xəstə idi. Mən də onu biraz təfərrüatlı qeyd edəcəm. 1 miliqramlıq Helixor istifadə edirdi 8 həftə ərzində həftədə 2 dəfə və ondan sonra onu təkrarladı. The test became negative at the end. Sonda müayinə mənfi olmuşdur. Debilitated state Dördüncü xəstə də 0.1 çox ağır xəstə idi. Başlandı 0.1-dən. must always be individualized. Gördüyünüz kimi Helixor müalicəsi individual aparılmalıdır hər dəfə. Standart yanaşmalar tətbiq edilməmişdir. Twice weekly. 5-ci xəstə Iscador 1 miligram alırdı. 7 ampula həftədə 2 dəfə 4 həftə ərzində. 6-cı xəstə Helixor 1 miligram həftədə 2 dəfə 16 həftə ərzində müalicə alırdı və 7-ci xəstə Medical treatment. yalnız yerli müalicə alırdır. Here about the adverse effects. Yan təsirlər. Story reaction, redness, Bəli, müəyyən bir qızartı var idi. as usual. Yüngül iltihab reaksiyasıdır. O da normal bir şeydir. O yəni o 1 ya 2 gün davam edən bir şeydir. Immunological response. Bu T-mediated response. limfosit vasitəsilə olan immun reaksiyasıdır. Arzu olunan reaksiyadır. Adverse effect reported. Yerli müalicənin heç bir yanaşı təsiri Present two clinical qeydə alınmamışdır. March schedule. 2 xəstə ilə sizi tanış eləmək istəyirəm. Birinci xəstə 27-year-old 27 yaşında olan bir xəstədir. story in vulvar lesion for 20 Vulvada iltihab var idi. 22 ay ərzində high risk HPV in the genital region. müayinələr göstərmişdir ki, HPV riski çox yüksəkdir HPV rise və diaqnozdan 1 ildən sonra yenə də HPV müsbət idi. Biopsiya göstərmişdir ki, xroniki servisit var və vulvar endoteller neoplaziya var, birinci dərəcə. gynecologist at that time O vaxtı ginekologu demişdir ki, no way to eliminate the virus. As a result virusu bədəndən çıxartmaq qeyri-mümkündür to others, she withdrew from her sexual life. və məcburən qadın cinsi həyatdan məhrum olmuşdur. Discouraged. At that point, I told her that I believed O vaxtı mən ona dedim ki, the possibility müəyyən bir müalicə imkanlarının olduğuna inanıram və təklif elədim. subcutaneous 1 miliqram dərialtı Helixor həftədə 3 dəfə 11 həftə ərzində. Total 32 ampula getdi. calendula suppositories for Kalendula supozitoriləri verildi. Kalpita görə həftədə 3 dəfə Mali və Viscum Mali now ointment 10% vaginal krem 1 milli vagina daxili uşaqlı yol daxili 3 həftədə 3 dəfə 8 həftə ərzində və tuya vasitəsilə kənarda olan görünən proseslərin müalicəsi. 5 aydan sonra completely normal təkrar müayinə aparıldı. Mənfi, tam normal reaksiya edilmişdir. negative. Kliniki müayinə də vəziyyətin tam normaya For a while, qayıtdığını göstərmişdir ki, she disappeared. bu qadın A year later, daha sonra bu qadın 7 itdi. years after treatment, I contacted her 7 il sonra to publish her case. onunla əlaqə saxladım ki, Moved to another Brazilian state. bu məqaləni mən dərc eləmək istəyirəm. O dedi ki, o Braziliyanın başqa ştatına köçübdür
ailə qrupdur və hər şeydə normaldır. Case alone make all effort worthwhile. Mənim üçün bu belə bir haldır ki, bunu bütün dünyada biz bunu rahat elan edə bilərik. Timeline of the Müalicə treatment bu shows rejimi bu idi. patient used calendula Burada kalendula istifadə olunurdur. Ya while sarı renkdə. was waiting the importation of Kalendula ona görə gözləyirdi ki, Viscum mali hələ gəlməmişdir. O kalendulanı ona görə istifadə edirdi. patient 3. Üçüncü xəstəmiz. Interesting case because Çox maraqlı xəstədir. although the patient has a low risk HPV, Baxmayaraq ki, aşağı riskli HPV idi onda, IN2 onda servikal intraepiteral neoplaziya ikinci dərəcə var idi. underwent cervical conization 19 ay ərzində servikal kanalizasiya aparılmışdır by her gynecologist. və 2 sikl yerli imikvimot istifadə olmuşdur. Even of the persistence of low risk HPV. Və buna baxmayaraq da biopsiya göstərmişdir ki, onda rezistent aşağı dərəcəli HPV müəyyən edilmişdir. Müalicə kalendula supozitoriyaları Helixor həftədə 2 dəfə 1 mg dəraltı 8 həftə ərzində və Viscum kremindən istifadə olmuşdur. Completing treatment, Müalicədən 2 həftə, müalicə bitəndən 2 həftə sonra and biopsy shows vaginal gibrid müayinə göstərmişdir ki, grade 1. HPV aşağı risk yenə də müsbət idi və vaginal interepiteral neoplaziya birinci dərəcədə idi. 608 Amma before treatment, virus yükü 60-28-dən müalicədən əvvəlki səviyyədən 79,1-ə düşmüşdür. Bu əhəmiyyətli azalmadır, amma qismən reaksiya kimi qiymətləndirilmişdir. Ona görə də təklif olundu ki, ikinci raund bu müalicə aparılsın. Burada Helixor təyin oldu və Viscum mali. İkinci sikl bitəndən 3 ay sonra virus artıq and colposcopy aşkarlanmırdı. Pap smear askus nəticəsini verdi, kolposkopiya da tam normal idi. this is the timeline of both treatment. Müalicə budur həftələr üzrə. The first treatment here, the unity decrease from Görürsünüz ki, virus yükü 628-dən 79-a indi və ikinci müalicədən sonra, ikinci müalicə də bu idi. and Viscum oil Helixor dəraltı və Viscum krem istifadə olunurdu. Nəticə etibarilə HPV mənfi idi. So, in conclusion, it's important to Nəticə olaraq keep vurğulamaq istəyirəm ki, first. What's remarkable in this case series? bu xəstələrin, bu tədqiqatlarda əsas əhəmiyyətli məsələ nədir? Long-term carriers Odur ki, Viscum album vasitəsilə hətta uzun müddətli virusu olan xəstələrdə virusu aradan qaldırmaq olar. Tədqiqatın çatışmayan tərəfləri, xəstələrin sayı o idi. only topical Viscum Biz bilmirik ki, burada əsas yalnız yerli Viscum istifadə eləmək olardımı, yoxsa yalnız dəri oltu istifadə eləmək olardımı? Ola bilsin ki, yalnız bu ikisinin kombinasiyası bu nəticəni verir. Therefore, for the HPV patients, Ona görə də HPV 7 cases, xəstələr üçün bu 7 xəstədən sonra mən bu rejimi subcutaneous Helixor and təklif edirəm. Helixor M 1 mg-lıq həftədə 3 dəfə 8 həftə ərzində dəri altı 24 ampul eləyəcəkdir. PCR or hybrid capture. Və ondan sonra PCR-lə virusu aşkarlamağı təklif edirəm. Hələ də müsbət olsa, I prescribe Viscum vaginal mən Viscum vaginal krem təyin edirəm. 1 milliliter. 1 ml həftədə 3 dəfə 8 həftə ərzində. This represents a treatment proposal rather than a formal protocol. As Bu rəsmi Viscum always protokol deyil, bu bir təklifdir. individualized. İstənilən halda yanaşma fərdi şəkildə olmalıdır. Only
Hal-hazırda 4 xəstəm var ki, onlar yalnız dəri altı Helixor M əldə edir. 4-6 aydan sonra mən onların nəticələrini, yəni mənə dəvət eləsəniz, mən onu sizə təqdim edərəm. İki fərqli kliniki vəziyyətdə biz bilirik ki, Viscum album immunomodulator təsir üçün, məsələn, HPV birisi xroniki iltihapdır. Burada Helixor M ya Helixor A aşağı dozada istifadə eləmək. Adətən 1 mg qədər. Mən özüm Helixor A-nın tərəfdaşıyam. İmmunomodulator məqsədi ilə sitotoksik təsirini əldə eləmək üçün biz aşağı dozadan başlayırıq 1 mg-dan və təxminən onun, tədricən onun dozasını artırırıq. Helixor M 20 mg artıq sitotoksik təsiri göstərir və ya Helixor A 50 mg-lıq eyni sitotoksik təsiri göstərir. Amma biz başlayırıq 1 mg-dan. Bu materialları siz daha sonra da baxa bilərsiniz. Bu da uşaqlar üçün də var. Mən sizə hətta orqanizerləri də göndərə bilərəm ki, orada bizim doza rejimimiz var. Helixorun xərçəng müalicəsi məqsədi ilə istifadə edilməsi bu ayrıca konferans predmetidir. Mistletoe ingilis dilində bu Viscum albumun adıdır. Və mistletoetherapy.org burada Portugal, İspan, İngilis və Alman dillərində bütün məlumatlar var. Çox gözəl saytdır. Mənim təqdimatımda istifadə olunan ədəbiyyatdır. Mənim internet səhifəmdə var və PDF formada bu təqdimatı da əldə edə bilərsiniz. Səbrinizə, diqqətinizə görə minnətdarım. Suallarınız varsa, şərhiniz varsa, hələ ki vaxtımız var. Bunu biz edə bilərik. Təşəkkür edirəm. 2 vacib sual var idi. Bu sual mənə əvvəlcədən verilmişdir. Əsas məsələ burada odur ki, bu dəri altı istifadə olunmalıdır. Biz bilirik ki, dəri altı tətbiq immunomodulator təsirini göstərir. Əsas məsələ odur ki, insan bədənin immun sistemi özü virusu ləğv eləməlidir. Və burada infeksiya varsa və immun sistemi yoxdursa, burada dəri altı mistletoe istifadə olunur ki, immun sistemi güclənsin. İnfeksiya qarşı mübarizə aparılsın. İkinci sual, sualın ikinci hissəsi yerli supozitori olsun ya krem olsun, hansı ki orada bu dəri virusla birbaşa təmas olur. Bu təsdiqlənmiş protokol deyil. Biz bilirik ki, mistletoe müalicəsi fərdi şəkildə aparılmalıdır. O xəstələr ki, onlarda 1 il, 2 il HPV infeksiyası var. Bu halda müdaxiləmiz güclü olmalıdır. Dəri altı inyeksiya və yerli. Hazırda mən yalnız 4 xəstədə yalnız dəri altı inyeksiyanı istifadə edirəm. Müalicə bitəndən sonra biz PCR eləyəcəyik. Yenə də HPV müsbət çıxsa bu xəstələr, mən artıq
yerli müalicəni də tətbiq eləyəcəm. Ona görə çıxışımın axırında mən dedim ki, mən bilmirəm ki, dəraltı inyeksiya yetərli olacaqmı, yoxsa tək yerli müalicə yetərli olacaq. Bəlkə ikisi də vacibdir. Və ona görə də biz təkrar tədqiqatları aparırıq. Amma bilirəm ki, əgər xəstə uzun müddət əziyyət çəkirsə, hər ikisinin təsiri öz nəticəsini verir. Yəni suallar çoxlu, yeni, maraqlı ideyalara səbəb olur. Ona görə də bu suallar ortaya çıxanda biz də fikirləşdik ki, dərialtı yetərlidirmi, yoxsa hər ikisi lazımdır? Dərialtı inyeksiya bilirsinizsə immunomodulator təsirinə görə, yerli müalicə isə virusla birbaşa təmas olduğuna görə. Məndə də bu sual var, ona görə biz tədqiqatları aparırıq. Hal-hazırda mən sizə dəqiq deyə bilmərəm ki, bu necə təsir eləyir, amma təsir eləyir. Yəni, təsdiqlənmiş protokol yoxdur. Bu sadəcə təkliflərdir. Helixor M 1 mg və yerli viskum təklif olunur. Və hələ ki gözləyirik ki, müəyyən eləyək ki, bu xəstədə nə olacaq, yəni xəstənin vəziyyətinə görə müəyyən eləyirik. Ümid edirəm ki, bu sizin sualınıza cavab oldu. Mənim özümdə də bu sual var. Sualları dinlədim. Helixor A istifadə oluna bilərmi HPV üçün? Mənə elə gəlir, hə. Amma Helixor M fərq ondadır ki, Helixor M iltihaba daha yaxşı təsir eləyir. A yaşlı xəstələr üçün daha uyğundur. Helixor M daha güclüdür A-ya baxanda. Xroniki iltihab baxımından mən M-ə üstünlük verirəm. Amma A-da istifadə olunsam bu səhv deyil. Yəni yaşlı ola bilər, yəni 70-80 yaşında olan xəstə ola bilər və ya zəif xəstə ola bilər, problem deyil. Hər ikisinin immunomodulator təsiri var. Mənim təcrübəmdə mən Helixor M istifadə eləmişəm. Çünki onun daha güclü immunomodulator təsiri var. Amma burada deyəsən ki, bu səhvdir ya yox, belə bir şey yoxdur. Helixorun gözəl tərəfi elə budur. Sən özün öz təcrübəni qurursan. Başqa həkimin başqa təcrübəsi ola bilər. Amma sən özün öz işin əsnasında özün üçün protokol işləyə bilərsən. Mən M-ə üstünlük verdim. Çünki M daha güclüdür. Məqalələr deyəndə mənim bu prezentasiyalarım, təqdimatım göndəriləcəkdir təşkilatçılara. Onlardan əldə edə bilərsiniz. Orada məqalələr də var. Muçinoz kolon kanseri. Bu, dediyim kimi, xərçəngdə Helixorun istifadə olması bu ayrıca bir geniş mövzudur. Helixor saytına geçsəniz, siz orada müəyyən materialları əldə edə biləcəksiniz. Bu, müxtəlif nahiyələrin xərçəngi ilə bağlı. Mən hətta əminəm ki, Helixor nümayəndələri də bu məlumatı sizə göndərməkdə maraqlı olar. Dozanın artırılması ilə bağlı
Mən hesab edirəm ki, 1 milliqramdan artıq istifadə etməyə immunomodulatory effect. ehtiyac var. Çünki 1 milliqram artıq gözəl immunomodulator təsiri var. 0,1 milli və ya 1 milliqram. For HPV infection, HPV infeksiyası üçün I treated patients with recurrent respiratory infection, mən xəstələri sinusitis, residivli respirator infeksiya ilə, sinusit, bronxitlə müalicəni aparmışam. Yəni tənəffüs yolu infeksiyalarının olanda belə xəstələr üçün bəli 1 milliqram 2 ay ərzində, ondan sonra 2 ay 5 milliqram, sonra 10 milliqram istifadə etmək bu çox vacibdir. Çünki xəstəliklər fərqlidir. HPV üçün mən onu 1 milliqramdan artıq eləməyin bir ehtiyac görmürəm. Amma yenə də deyirəm, bu mənim təcrübəmdir. Bəlkə də başqa həkimlər başqa təcrübələr əldə ediblər. Mən şəxsən hesab eləmirəm ki, 1 milliqram Helixor M immun sisteminə çox gözəl təsir göstərir. İmmunomodulator baxımından çox yaxşı təsir edir. Bəli. Çox gözəl suallar, 4 sual göndərmişsiniz, 4'ü də çox gözəl idi. A və ya M hansı məsləhətdir? Artıq bu suala mən cavab vermişəm. Xərçənglə bağlı ümumiyyətlə Helixor'un internet səhifəsində orada çoxlu məlumat var və mistletoe.terapi.org saytı da var. Orada da çoxlu məqalə var. Yəni ona görə mən sizi o internet səhifəsini göndərirəm ki, o xərçəngdə ümumiyyətlə Helixor'un istifadə edilməsi bu geniş bir mövzudur. Bir mənalı və qısa müddətdə, qalan bizə müddətdə buna cavab vermək mümkün olmayacaqdır. Bununla da biz bugünkü tədbirimizi yekunlaşdırırıq. Görürəm, səbrinizə görə yenə də deyirəm, sizin qarşınızda çıxış eləmək mənim üçün böyük şərəfdir və təşkilatçılara da minnətdarım bildirirəm və ümid edirəm ki, yaxın zamanda yenə görüşəcəyik. Təşəkkür edirəm, sağ olun.